Rəşid, bütün parkı gəzib axtardıq. Ağacların altını, kolları yoxladıq. Xandan bir əsər tapmadıq. Orada da tapmadıq. Elə isə sarayda gizlənib. Gəlin. Bilirsiniz uşaqlar, gəlin bağları xan görüb aramızı pozmayaq. O çox uzağa getməz. Arif haqlıdır. Birazdan Peti uşaqlarla gələr, onda biz onu tez tutarıq. Gedək. Mənimlə gizdən taş oynayırsan? Peti hələ gəlməmişdi. Yox, hələ gəlməyib. Rəşid, bəs xalatı neyniyək? Yox ki, o baba gəlib onu aparacaq. Amma gələcəyə getmək nə yaxşı olardı. Gəlin uşaqlardan birini gələcəyə göndərək. Kimi göndərək? Eldarı. Zərifəni. Yox, Rəşidi. Kəmradı. Yox, uşaqlar, gəlsəniz Rəşidi göndərək. O bizim təcrübəli səyyahımızdır. Düzdür, Rəşidi! Rəşid, öyrən gör gələcəkdə futbol oynayırlar. Axı bu kimə lazımdır? Sən azarkeş deyirsən. Rəşid, bir sualım da var. Öz-özünə balıq tutan qırmaq tapsan, hamımız üçün alarsan. Bir balıq ovçusuna bax. Bir də ki, Qoy başqaları da danışsın. bir də, gör orada elə dərs kitabı var ki, adam onu əlinə alan kimi dərsini əzbər bilsin. Mənə elə kitab lazımdır. Başa düşürəm, tənbəllər üçün dər kitabı. Rəşid, mənim də sualım var. Görə Səidə. Gör orada nə cür konfetlər var. Ey, konfet, bundan vacib suallar var. Mənə elə bu vacibdir. Şirniyyatçı olmaq. Yaxşı, yaz. Rəşid, düymə boyda radio qəbul edici gətir. Transistorli olsun. Səhər pionerski zorkaya qulaq asmaq istəsən, düyməni bas, buyur qulaq as. Oynamaq istəsən musiqini tut. Keyfin istəyən qədər oyna. Rəşid, bir balaca şişə boy dərmanı gətir. Eləsini ki, bir damcısını alma ağacına vuran kimi alma qarpız boyda olsun. Mən də ondan bir qaşıq içib pəhləvan olaram. Sonra bir barmağımla hamımızı yıxaram. Mən də iki qaşıq içib sənə belə bir çırpma vuraram ki, sən bağa xor olacaksın. Yox, Rəşid, sən gəl bir dənə süni hava qayran maşın gətir. O nə üçündür? Necə nə üçün? Yayda buz üstə kanki sürmək istəsən, maşını qoy cibinə, get dənizə, düyməni bas, su donub buz olsun, sür ki sürəsən, əgər çimmək istəsən, bir də bas, buz əriyib su olsun, çim ki çiməsən. Uşaqlar, köməyə gəlin! Bu bir dənizəsidir! Uşaqlar, köməyə gəlin, köməyə! Tez olun, bura gəlin! O sarayı patlatmaq istəyir! Burada olmalıdır! Uşaqlar, bura gəlin! Nə qədər? Bilirsiniz, başıma bir fikir gəlib. Ona hiylə gəlmək lazımdır. Gəlin taxçanın qabağına məftul çəkək, top vuraq, xan qapıdan çıxan kimi... Lap qiyamət fikirdir! Gəlin, fişəng də bağlayaq! Elektrik zəngi də! Gedək! Budur, əlimdən qaça bilməzsən! Uşaqlar, tez olun! Aha, yaxşı düşdü sərəyə. Uşaqlar, qorxmayın, məndə fənər var! Odur, qaçın!
Aa. Vay şeytan arabası! Ey acayip Seymur kuş! Allah hatırına beni kanatlarına al, ölsen sen etme apar!